Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında keçirilən konsert başlamazdan öncə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Dosent Günay Məmmədova incəsənət xadimlərinin həyat və yaradıcılıqlarından bəhs edib. Vurğulayıb ki, Vasif və Ceyhun Allahverdiyevlər Naxçıvan mədəni mühitinin yetirmələridir. Onlar bu torpağın ruhunu, musiqisini, zəngin ənənələrini öz yaradıcılıqlarında əks etdirərək ölkə miqyasında tanınıblar. Qeyd edilib ki, Allahverdiyevlər öz zəngin yaradıcılıqları ilə musiqi mədəniyyətində silinməz iz qoyublar. Onların fəaliyyəti təkcə səhnədə deyil, həm də gələcək nəsil musiqiçilərinin yetişməsində mühüm rol oynayır. Tədbirin bədii hissəsində zəngin konsert proqramı təqdim olunub. Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri və Xor qrupunun müşayiəti ilə əməkdar artistlər Sahib Paşazadə, Zülfüqar Mahmudov, Ruhiyyə Hüseynova, prezident mükafatçıları Əfsanə Babayeva və İlkin Abdullayev, eləcə də gənc ifaçı Ayan Tohidinin ifaları təqdim olunub. Görkəmli bəstəkarların qələmindən notlara hopan Zəfər himni, Ana Torpaq, Milli Marş, Azərbaycanım, Gözləyəcəm səni, Qarabağ balladası kimi vətənpərvərlik ruhlu əsərlər təkcə sənət nümunəsi deyil, xalqımızın keçdiyi şərəfli mübarizə yolunun torpağa, vətənə olan sonsuz sevgisinin bədii ifadəsidir. Səslənən ifalar alqışlarla qarşılanıb. Mən hər dəfə özümü çox xoşbəxt hiss edirəm, bax, Naxçıvan torpağına, Naxçıvan elinə gələndə və hər zaman bax, bu səhnədə, bundan başqa konsert salonlarında, hər zaman konsert proqramı ilə çıxış edəndə özümü çox bəxtiyar hiss edirəm. Nəyə görə? Çünki Naxçıvan eli, Naxçıvan xalqı sənətə, mədəniyyətə dəyər verən bir xalqdır. Mən burada çox çətin iki əsər ifa etdim. Biri Ceyhun Allahverdiyevin skerç əsəridir, kamera orkestri ilə və bir də Vasif Allahverdiyevin solo tar üçün, Azərbaycanda ilk dəfə tar üçün yazılmış, solo tar üçün yazılmış Qarabağ balladası əsərini ifa etdim. İnşallah yenə də gələk, yenə də gözəl konsert proqramlarıyla sizləri sevindireyim. Naxçıvan bizim üçün əziz bir torpaqdır. Çünki bizim atalarımız, babalarımız bu torpaqdandır və biz bu torpağın övladlarıyıq. Burada həmişə yüksək mədəniyyət olub, burada həmişə yüksək səviyyədə ifaçılar yetişib, bəstəkarlar yetişib. Bu gün də biz fəxr edirik ki, həmin ənənələrin davamçıları kimi bu gözəl sarayda xidmət edirik musiqimizə və mən arzulayıram ki, Azərbaycan mədəniyyəti və onun qolu olan, bizim mədəniyyətimizin qolu olan musiqimiz və musiqimizin yüksək səviyyəsi hər zaman Naxçıvanda öz zirvəsinə çatsın. O bütün dünyaya yaysın onun səsi. Konsert şəxsən mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, doğulduğumuz torpaqda, doğma şəhərimiz Naxçıvanda baş tutdu. Və buna görə mən çox xoşbəxtəm, gerçəkdən çox xoşbəxtəm və bu konsertin baş tutmasında əməyi olan bütün insanlara çox dərin minnətdarlığımı bildirirəm. Çox maraqlı keçdi konsert, çox gözəl idi, rəngarəng əsərlər və çox gözəl ifalar səsləndi. Yəni çox sevindirici haldır ki, bu cür dəyərli bəstəkarların, müəlliflərin əsərlərini ifa etmək bizim üçün də qürurludur, çox gözəl bir hissdir. Biz onların konsertində müxtəlif janrda olan əsərlərə şahidlik elədik, müxtəlif janrda olan əsərləri dindirdik. Bu əsərlərdə biz türküdən bütün türk dünyasının birliyinə bir daha şahidlik etdik. Qarabağ şikəstəsindən başlayaraq, Seygahdan keçərək, Çağırcaqdan keçərək xalqımızın qəhrəmanı ruhunun bir daha şahidi olduq. Belə bir əziz gündə, belə bir möhtəşəm tədbirdə iştirak etdiyimiz üçün bir mənalı şəkildə fəxr, qürur hissi keçiririk.
edirik və birmənalı olaraq da bu böyük şəxsiyyətlərə, Azərbaycanın bu günün gələcəyini təmsil edən bu böyük bəstəkarlara yaradıcılıqlarında uğurlar diləyirik. Samik Nuriyev, Səbinə Elxan qızı, Asil Fətəliyev, NTV Xəbər.